çəkir. Bu çörək bütün çörəklərin tərkibindəki lif bunda daha zəngindir. Oynatmayın da gözəl insan. Səhər-səhər oyun olur bəyəm. Hə. Deməli, daha sonra kimdə insulin dirənci var, kimdə qaraciyər piylənməsi var, kimdə şəkər xəstəliyi var, kimdə zob xəstəliyi var, kimdə asma var, kimdə bağırsaqda probiotik çatışmazlığı var, kimdə bağırsaqda şiş var, kimdə limfa düyünü var, kimdə onkoloji xəstəlik var, kimdə Hashimoto var, kimdə B1, B3 çatışmazlığı var, qan azlığı var, saç dırnaq tökülməsi var. Bax bu çörəklər sizin üçündür. Sonra bu çörək isə buğdan qara növüdür. Məsələn, elə adam var deyir ki, mən çovdarın, elə adam var deyir, mən çovdarın ətindən, arpanın ətinə də bayılıram. Amma elə adam da var, heç bir zaman yeməyibdir. Bu taxıllardan, təbii taxıl yeməyib, belə deyim də. Çünki mağazada indiyə kimi təbii taxıl olmayıb. Bir dönəmə qədər olub, ondan sonra dayanıb. Kim ki deyir ki, mən təbii taxıl yeməmişəm, o zaman buğdan qara növündən başlasın. Kimdə qan azlığı var, maqnezium çatışmazlığı var, kimdə qarın piylərindən əziyyət çəkir, şəkərdən əziyyət çəkir, insulin dirəncindən əziyyət çəkir. Bax, birinci etapda bu çörəyi yeməlisiniz. Bu qara çörəyi yeməlisiniz. Qan azlığından kim əziyyət çəkir? Kim qan artıran, ferritin artan dərmanlar içir? Bax, bu çörək sizin qanınızı artıracaq. Hətta onkoloji xəstəlikdən sağalan adamlar belə bizim çörəkləri yeyərək yenə də deyirlər ki, sizin çörəklər bizim qanımızı artırdı. Qan artırıcı dərman içir ha. Amma deyir, o qanımı artırmır, sizin çörəkləri yeyəndən sonra qanım artır. Təsəvvürünüzə gətirin. Yəni dediyim nədir? Xarici dövlətdən maqnezium sifariş verirsiniz, B qrup vitaminlər sifariş verirsiniz, qan artırıcılar sifariş verin. İnanın ki, bu çörəyi yeyəndən sonra sizin onlara ehtiyacınız olmayacaq. Çox sağ olun Gülçöhrə xanım. Deməli, dostlar, kim nömrə istəyir, kim çörəyin qiyməti ilə maraqlanır? Bax, səhifənin başında bizim WhatsApp nömrəmiz var.